Çox böyük bir uğuruydu. Çünki düşmən həddindən artıq. Bunu mən açıq şəkildə deyirəm və heç vaxt da bundan çəkinmirəm. İnformasiya mənbələrində, digər yerlərdə qeyd edirdilər ki, ermənilər uzun müddət qeyd edir ki, Azərbaycanın bir qüvvəsi yoxdur, zəifdir və s. və s. Bizim informasiya məkanlarında gedir ki, ermənilər zəifdir, onların qüvvəsi yoxdur. Bu bizim gücümüzü endirir. Biz zəif bir müdafiə xəttinin üstündən getməmişik. Biz zəif havadarları olan 100 illərin açıq şəkildə qeyd deyək, müsəlman xalq sürüşləri fonunda erməni müharibəsi, Azərbaycan müharibəsi ilə diaspora şəklində dünyaya çatdırılıb. Ona görə də bugünkü günlərdə səsləndirilir Trump hakimiyyətinə ki, qondarma rejimin xristiyan vətəndaşları belə bir qeyd edirlər. Yəni bu hər zaman qlobal bir problem şəkildə dünya ictimaiyyətinə qoyulub. Bizim öz həqiqətlərimiz bizim ölkə daxilindədir. Və aprel döyüşləri bu bariyeri aşmağa, dünyanı bura maraq doğurmağa çağırdı ki, bəli, Azərbaycan torpaqları işğal altından azad olundu. Və qoşunların idarə etməsinə gərək hərbi cəhətdən tank qoşunlarımızın hansı maneələ rast gəlinməsi, hansı silahlarla düşmənin müdafiə olunması, hansı hədlərdə və sədlərdə, hansı coğrafi relyeflərdə düşmənin tərtiblənməsi aşkarlandı. Hava hücumundan müdafiə sistemlərimiz, biz onun hesabına 44 günlük vətən müharibəsində indi vətəndaşlarımız zənn edər ki,